Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. İnşallah bu dərsdən etibarən bizdən Vulnerable Web Application üzərindəki real praktikalara keçid etmiş olacağıq. Xatırlayacağınız üzrə bundan əvvəlki dərslərdə biz artıq müəyyən qədər Websuite-dən, Docker üzərində də Vulnerable Web Application qaldırmaqdan danışmışdıq. Və bundan bir dərs öncə də artıq Brute Force-un nəzəriyyəsini belə deyim sizlərlə tanış etmişdim. Bu dərsdə isə inşallah onun praktikasına birlikdə baxacağıq. Düzdür, çox dərinə getməyəcəyik, ancaq yenə də ən azından necə belə deyim siz bu prosesi təkrarlaya bilərsiniz, onun haqqında məlumat vermiş olacağıq. Əlavə olaraq Websuite-də olan bəzi digər funksiyalallıqlar var. Ona da inşallah göz gəzdirmiş olacağıq. Mən burada xatırlayacağınız üzrə biz Docker-də olan statusları öyrənmək üçün və yaxud ümumiyyətlə Docker qaldırmaq üçün bəzi əmrlər var idi. Bunları icra etməli idik. Yəni istəyirsiniz yavaş-yavaş başlayaq. Siz də təbii ki mənimlə birlikdə bu prosesləri təkrarlamağı unutmayın. Həm əliniz öyrəşmiş olar, həm də praktikanı eyni şəkildə artırmış olarsınız. Deməli, Websuite-imizi açdıq. Hal-hazırda Websuite-ilə bir işimiz yoxdur. İlk olaraq super user-a keçid etmək istəyirəm root istifadəsinə. Sudo su yazaraq bunu eləyirik. Clear eləmək istəyirəm. Xatırlayacağınız üzrə Docker-in statusunu systemctl status yazaraq öyrənə bilərdik. Nəinki Docker, ümumiyyətlə hər hansı bir servisin statusunu belə öyrənə bilirdik. Systemctl status Docker yazdım və hal-hazırda aktiv olduğunu, run olduğunu görmüş olduq. Ctrl-C-yə basaraq bunu dayandırıram. Bir də clear yazıram. Eyni şəkildə Docker PS yazaraq da hal-hazırda Docker'in üzərində olan hansısa bir servis varmı, run olunan bir servis varmı, onu öyrənə bilərəm. Hal-hazırda gördüyünüz üzrə bir servis yoxdur. Daha sonra mən Docker run Vulnerable Web Application qaldırmış oluram. Detach modda 80-ci portu 80-ci porta almaq istədiyimi qeyd edirəm. Bunlarla bağlı spesifik bir dərsimiz var idi. Baxmamısınızsa Docker haqqında olan dərsimizə göz gəzdirə bilərsiniz və Docker üzərində Vulnerable Web Application qaldırmaq hissəsinə də bir daha göz gəzdirə bilərsiniz. Clear yazaraq bir daha Docker PS əmrini təkrarlayıram və hal-hazırda Vulnerable Web Application-ın belə deyim qaldırıldığını təsdiqləmiş oluram. Buna eyni şəkildə mən Firefox-a gəlib buradan da bir daha yoxlamaq istəyirəm. Localhost-a gedərək sizdən Vulnerable Web Application qaldıra bilərsiniz. Burada bizim credentiallarımız xatırlayacağınız üzrə admin və password idi. Yazırıq, login eləyirik. Buradan bir databaz yaradırıq və eyni şəkildə login oluruq. Yəni hal-hazırda bizim belə deyim praktikamıza hazır bir mühit yaratmış olduq. Deməli, buradan gəlirik Brute Force hissəsinə. Və biz indi proxy-dən istifadə edərək bu sorğunu intercept etməyə, tutmağa çalışacağıq. Bizim artıq terminalda işimiz yoxdur, terminalda bağlaya bilərsiniz. Deməli, intercept-i on eləyirəm. Gəlib buradan proxy-ni də on eləyirəm. Hal-hazırda proxy-im də aktivdir. Bura rastgələ bir şey yaza bilərsiniz. Mən rastgələ bir şey yazdım və loginə basdıqda artıq sorğumun tutulduğunu görə bilərəm. Hal-hazırda siz eyni şəkildə Websuite-in içində olan məlumatlarla da tanışsınız. Request-imizin nə olduğunu belə deyim, detallı şəkildə buradan görə bilərik. Username və password hissəsi də buradan görünür. Mən bunu təbii ki, xatırlayacağınız üzrə Websuite-də biz demişdik ki, intruder, ümumiyyətlə brute force atakları üçün, payloadları test etmək üçün istifadə olunan bir modul idi. Sağ düyməyə basıram və send to intruder hissəsinə gəlirəm. Hal-hazırda gördüyünüz kimi intruder'a yollamış oldum və mən buradan birazdan inşallah ataklarıma start vermiş olacağam. Deməli belə. Target görsənir. Burada sniper atak seçirik. Əslində cluster bomb seçməyimiz daha yaxşı olar. Burada cluster bomb olduqda hər bir belə deyim login adı ilə hər bir passwordu bir-bir yoxlayır. Sniper atakda isə belə deyim spesifik nisbətən özəl şəkildə gedir, belə deyim. Bir adı versiniz ona özəl parolları yoxlayır. Cluster bombda isə paralel şəkildə yoxlamış olur. Ona görə cluster bomb seçirəm. Və daha sonra payloadlarımı hansı hissəyə tətbiq etmək istədiyimi də buradan belə deyim seçə bilərəm. Mən payloadumu bir username-ə, bir də password-a ayrı-ayrılıqda test etmək istəyirəm. Yəni bu şəraitdə biz deyək ki, nə username-i, nə password-u bilmirik. Lakin bundan daha öncəsində siz unutmayın, Vulnerable Web Application üzərində buradan eyni şəkildə security level low-a gətirin. Biz hal-hazırda low və medium səviyyələrini test etmiş olacağıq. Gəldik bura. Bununla da eyni şəkildə add elədik və hal-hazırda bizim 2 dənə payloadumuzun ayrı-ayrı seçildiyini görə bilərsiniz. Payload type-ı da siz eyni şəkildə simple seçə bilərsiniz. Mən daha sonra indi gəlib buradan load eləmək istəyirəm. Load hissəsindən default HTTP-nin default user passlərini və eyni şəkildə passwordlarını seçmiş olacağam. İlk olaraq userləri seçirəm. Hal-hazırda bu userlər üzərində belə deyim test aparılacaq. Bunu mən birinci hissə üçün seçdim. Eyni şəkildə parol üçün də mən eyni proses bir daha təkrarlayıram.
eyni şəkildə load eləyəcəm və buradan eyni şəkildə hal-hazırda parol hissəsini də qeyd etmiş olacağam. Siz daha sonra bunları etdikdən sonra Start Attack düyməsinə basaraq da hücumunuzu başlada bilərsiniz. Biz indi start eləyirik və belə deyim, hansı parolun adın uyğun olunmadığını bir daha təsdiqləyə bilərik. Biz demişdik ki, parolunu təyin etmək üçün bir neçə variant var idi. Deyək, bunu siz zamana görə eləyə bilərdiniz, geri dönülən responsun linkinə görə eləyə bilərdiniz. Biz hal-hazırki nümunədə linkdə görə eləyəcəyik. Ən uzun belə deyim linkdə olanın eyni şəkildə admin password cütlüyü olduğunu buradan görə bilərsiniz. Bu da demək olar ki, bizim credentiallarımızdır. Hal-hazırda bu nəticəyə gəlmiş olduq. Bizim hücumumuz davam eləyir hal-hazırda. Gördüyünüz kimi siyahılar artmağa davam eləyir. Lakin biz artıq parolumuzu tapdığımız üçün belə deyim davam etdirməyə ehtiyac olduğunu düşünmürəm. Eyni şəkildə admin password olduğunu təsdiqlədik. Bunu daha sonra siz dayandıra bilərsiniz. Və mən gəlib buradan burp-ü söndürüb bir daha bunu test eləyəcəm və düzgün tapmadığımızı yoxlayacağam. Eyni şəkildə passwordu da bura qeyd etdim və login etdiyim zaman burp-ü bir daha söndürməyi unutmayın. Mənim bu sorğum yenə dur. Mən proxy-ni eyni şəkildə dayandıracağam. Bura bir daha admin və passwordu əlavə elədim və hal-hazırda gördüyünüz kimi biz credentialları düzgün şəkildə tapmış olduq. Deməli, biz artıq keçəcəyik birazdan əlavə bir hücumla da tanış olacağıq. Burada sadəcə mən sizə əlavə belə deyim bir hissəni göstərmək istəyirəm. Gördüyünüz kimi grep match var. Grep match hissəsi nə üçündür? Grep match hissəsində bayaq gördüyünüz üzrə biz linkdə uyğun parolu təyin etməyə çalışırdıq. Ancaq error kodlarına əsasən də siz parolu təyin edə bilərsiniz. Məsələn, burada grep match hissəsində mən versəm ki, əgər username və parol səhvdir, username və parol səhvdir olan bütün ad və password name və password siyahısını belə deyim, işarələmiş olacaq. Digərlərini isə buraxmış olacaq. Bizim şəraitdə isə bu admin password cütlüyü olacaq eyni şəkildə. Hansı ki biz buradan da admin və password credentiallarını tapmış olacağıq. İstəyirsiniz gəlin praktikada bunu yoxlayaq. Düşünürəm ki, elə olsa daha aydın şəkildə başa düşəcəksiniz. Mən yenə random bir şey yazıram və burada error kodunun nə qaytardığını görürəm. Baxın, gördüyünüz kimi bizim error kodumuz istifadəçi adı və ya parolu səhvdir deyir. Bunu gəlib mən buraya eyni şəkildə yapışdırıram. Add eləyirəm. Aha. Və mən atakıma bir daha start vermiş oluram. Gördüyünüz kimi hal-hazırda disable deyir. Daha öncəki versiyalarda əslində disable deyil idi. Yəni siz bunu avtomatik şəkildə istifadə edə bilərdiniz. Lakin hal-hazırda community edition olduğu üçün disable deyir. Amma yenə də bu məlumatı vermiş oldum. Ola bilsin crackli versiyalarından və s. istifadə edirsiniz. Bu yenə sizin işinizə yaraya bilər. Və yaxud tam əksinə siz burada parol və ad uğurlu olan zaman yenə eyni şəkildə hansı error qayıdırsa, onu da buradan əlavə edə bilərsiniz. Hansı ki bunu verən zaman həmin expression uyğun olaraq parolunuzu da bir daha tapmış olursunuz. İstəyirsiniz keçək biz artıq növbətini belə deyim hücumumuza. Low səviyyəsini artıq işləmiş olduq. Keçək bir daha medium səviyyəsini istifadə etməyə çalışaq. Bunları da bağlayıram. Discard edirəm. Bunu da discard edirəm, ehtiyac yoxdur. Bunu da discard edə bilərik. Və başqa səhifə varmı? Bir dənə bu qaldı son olaraq. Bunu da discard edirəm. Artıq mənim brute force hücumumu belə deyim dayandırmış oldum. Bir daha qayıdıram. Burp-ün son olduğuna əmin olam. Buradan eyni şəkildə security hissəsindən çətinliyimi bu zaman mən medium-ə keçirdim və submit elədim. İndi bir daha brute force səviyyəsinə qayıdaq. Baxın, burada bizim görəcəyimiz iş nədir? Gördüyünüz kimi hər hücumun altında view source deyir. Bu view source hissəsindən siz proqramın necə yazıldığını və autentikasiya prosesinin necə irəlilədiyini görə bilərsiniz. Məsələn, view source deyirəm. Görün burada bir dəyişiklik var yoxsa yox. Aha. Siz də bir belə deyim bu hissəni birlikdə oxuya bilərsiniz. Gördüyünüz kimi hansısa bir login fail olanda 2 saniyə gözləməyini istəyir. Yəni bayaq bizim gözləmə periodu yox idi. Düz indi biz Burp Suite-in Community Edition-dan istifadə edəndə brute force ataklarımız nisbətən daha zəif olur təbii ki. Amma Hydra ilə eləsəz, məsələn, dayanmadan siz çox sürətli şəkildə bu ad və parol cütlüyünü tapmış olacaqsınız. Lakin indiki şəraitdə belə deyim, bizim üçün o qədər də bir fərq eləməyəcək. Çünki bizim listimizin içində çox sürətli şəkildə tapıla bilən bir credentiallar əlavə olunub. Lakin daha böyük bir word list olsa və hər sözdən sonra 2 saniyə gözləməli olsaydı, bu bizim üçün təbii ki bir problem yaratmış olacaqdı. Bunun əslində eyni şəkildə işləyirik. Sadəcə belə deyim, cavabın bizə geri dönüşü nisbətən daha uzun olmuş olur. İstəyirsiniz biz proxy'mizi yenə qaldıraq, eyni şəkildə sorğunu tutmağa çalışaq. Burada yenə eyni prosesi təkrarlayacağıq. Sadəcə sizin üçün də belə deyim bir vərdiş yaramaq üçün mən bir daha həmin prosesi təkrarlayacağam. Proxy'dən mən bunu forward eləyə bilərəm. Və yaxud intruder hissəsindən eyni şəkildə bunları bağlayaraq da artıq növbəti hissəmə keçə bilərəm.
Mhm. Elə proximi gəldim, proximi buradan eyni şəkildə aktivləşdirdim. Əlavə olaraq gəldim buradan burp buradakı proximdə eyni şəkildə aktivləşdirirəm. Burp seçdim və buradan bir daha mən ad parol cütlüyünü əlavə elədim və login hissəsinə bastım və gördüyünüz üzrə sorğum yenə tutulmuş oldu. Mənə bu lazımdır. Bunu eyni şəkildə yenə intruder'a yönləndirmiş oluram. Gəldim bir daha bura. Burada sadəcə bizim görəcəyimiz nə olacaq? Parol və ad cütlüyünü nisbətən daha gec əldə eləmiş olacağıq, ancaq proses yenə eyni şəkildə təkrarlanır. Yenə bunu seçim. Belə deyim, intruder vasitəsilə, intruder modu vasitəsilə hansısa bir test aparan zaman ilk olaraq clear-a basmağı unutmayın. Çünki bəzən ola bilir ki, burada sizin gördüyünüz payloadlar, hissələr, kodlar belə deyim, əvvəldən seçilmiş halda gələ bilər. Bu da gözdən qaça bilər. Ona görə clear eləyərək ümumi təmizləyin. Daha sonra manual olaraq buradan seçməyə çalışın. Mən buradan username-i yenə seçdim. Password hissəmi də eyni şəkildə buradan seçdim. Buradan gəlib eyni şəkildə cluster bombu seçirəm. Bu hissəyə gəldim, simple istədim. Load dedim. Siz burada daha fərqli, belə deyim, tekstlərdən istifadə edə bilərsiniz. Mən daha bir daha yenə bunun positionını sizə göstərmək istəyirəm. User share, share'in altında wordlist, wordlist'in altında Metasploit'in içində olan mən wordlistlərini istifadə edirəm. Burada eyni şəkildə HTTP default user'lar seçirəm. Artıq ikinci payloadumu seçirəm, hansı ki, burada passwordu nəzərdə tutur. Yenə load eləyirəm. Buradan da hissələrini eyni şəkildə əlavə etmiş oluram. Daha sonra isə mən atakıma eyni şəkildə başlaya bilərəm. Burada sadəcə biz bayaq error handling verdiyimiz üçün problem yarana bilər, ancaq gördüyünüz üzrə bu hal-hazırda olunur və müəyyən qədər gecikmələr olunur. Bayaq gördüyünüz üzrə bizdə artıq 15-16 MSG gəlmişdi. Burada isə hər MSG arasında 2 saniyə gözləyir. Burada yenə biz lengtə əsasən təyin edə bilərik. Görək tapıbmı? Hal-hazırda test eləyir. Bu hissələri özüm kəsmirəm ki, ola bilər ki, siz də mənlə birlikdə praktika eləyirsiniz, videonu dayandırmaq məcburiyyətində qalmayasınız. Bax, gördüyünüz üzrə artıq, belə deyim, biz nəticəmizi tapmış olduq. Və bunun response received dəyərində nisbətən fərqli olduğunu, eyni şəkildə LinkedIn-in də content LinkedIn nəzərdə tutur. Təbii ki, bu fərqli olduğunu görürük. Bu hissədən də biz ad və parol cütlüyünü tapmış hesab olma bilərik. Eyni şəkildə mən bunu discard eləyə bilərəm. Bayaq test etdiyimiz üçün mən bir daha bunu test etməyəcəm. Növbəti hissədə inşallah mən high leveldə olan brute force üzümünü download və application üzərində göstərməyə çalışacağam. Bu dərslik bu qədər. Qeyd etdiyim kimi mənim elədiyim prosesləri öz-özünüzə təkrarlamağı unutmayın. Sizə də müəyyən qədər bir vərdiş yaramış olsun. Nisbətən asandan çətinə getdiyimiz üçün bu mərhələləri bilməlisiniz ki, növbəti mərhələlərdə rahat şəkildə iştirak edə biləsiniz. Bu dərslik bu qədər. Növbəti dərsdə inşallah görüşəndək.